Herkese salam. Gelmişik kızlar lazerə qaynanamdan. Lazerdən qorxursunuzsa Fidan xanımın yanına gələ bilərsiniz. Tam ağrısızdır. Hər hansı bir nahiyəmizdə qaraltı varsa onu yox eləyir. İndən deyim. Artma effekti var, fotocavanlaşdırma. Qol altı bikini nahiyəsində qəşəng ağardır. Qaynanam olunsun, sonra mən olunacam. Kızlar, gəlmişəm Ayşə xanımın salonuna. Dırnaqlarımı eləməyə. Ayşə xanım bu usta deyil də, bu birisi ustadır. Ustanın üzrün çəkmirik. Çox güləriz, mehriban ustalarımız var burada. Burada edeyim dırnaqlarımı. Sürərsiniz mənə, hə? Buna böyle üstə çəkdirəm, yavaş-yavaş. Masazlar Yeni Bakıda 4 nömrəli məktəbin yan hissəsi 525-in axırıncı astanası Xəyali Hausdur. Məryəm xanımın yerini sizinlə bölüşürəm. Xəyali Hausda bütün prosedurlarımız, bütün xidmətlərimiz mövcuddur. Hər birinizi burada gözləyirik. Xanımın gəlişinə özəl bugün qonaqlıq veririk. Ben bir yoldaşım deyəcək diyet sağla bunları və artıq üstürüyorum. Tırnaqlarını deyirlər. Ayten xanım iç başında. Şunu atıram onunla. Bir de əsər kavralar. Yazığın gördü. Güzgüz çəkdirək. Səbəst. Aysu çolkasını kəsdi. İndi mən çolkamı kəsirəm. Saçıma forma verəcəyik. Saç qıranlarım çoxdur. Saç qıranları təmizləyəcəyik. Biraz yəni baxım eləyəcəyik başıma. Saçımı başıma neymiş? Bir də xanım qəşəng saç qıranları təmizləyir. Ona görə bura gəldim. Hal-hazırda masazırdayam. Siz də gələ bilərsiniz. İstəsə səhifələrində qeyd edərəm. Müraciət edə bilərsiniz. Xanımın saçına təmizləmə və baxım edirik. Saçında biraz dəyişim etmək istədik. Sonrasını paylaşacağıq sizinlə. Belə xidmət heç bir salonda yoxdur da. Yalnız bizim salondadır belə xidmət. Biri saçını kəsir, biri dırnağını düzəldir. Ən qısa buradan başlasın. Miranın bağçadan çıxmağına az qalıbdı deyə. Hamı iş başında. Hamı iş başındadır. Dırnağımız iş başladı, axırda. Dırnaqdan çıxdım. Saçımı da biraz kəstirdim. Gəldim Miran götürmə. Saat düz 7 tamamdır. 7, 19-15'dir. Nə qədər gecişmişəm. Əslində Miran bağçası 7-yə gedərdi. Prosta 6-da götürür ki, müəllim də vaxtında evə gəlsinlər. Yollar bir gündə idi. Yəni maşını masazırdan sürüb evə gəlmişəm ki, azadlığa dəhşət bir şeydir yəni. 1 saat yazırdı, 40 dəqiqə gəldim. Yollar təmiz bağlı idi. Miran necəsən? Yaxşıyım, yaxşıyım. İndi gedirik evə. Bugün heç bilmədim, mən neçə ehtimal olunduz. Deməli qızlar, videonu burada sonlandırıram. İzlədiyiniz üçün çox sağ olun. Gəldik evə. Miranı tez makron elədim. Makron istədi. Şey. Dadlı değil mi Miran? Üstümü batırdım, müddət çinməlidim. Öpürəm sizi. Bay bay. Bu arada dırnaqlarım nasıl olmuş arkadaşlar. Ne oldu? Kaynardı. Saçımı da kestim.